Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve eşhedü enne Muhammeden abduhu ve resuluhu. Sahih et-Tergib ve Terhib kitabından dəstəmazı qorumağa rəğbətləndirmək və dəstəmazı təzələməyə. Sevban radiyallahu anh deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə dedi: İstəqimu və lən tuhsu. İstəqimu, yəni doğru yolda olun, düzgün olun. Yəni Allah və Resulünün buyurduğu kimi yaşayın. Kur'an və sünnəyə tabi olun. Və lən tuhsu. Lakin Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, tam şəkildə, tam dəqiq, yəni hər bir şeyi düzgün, yəni heç bir səhvə, xataya yol vermədən, haqdan uzaqlaşmadan edə bilməyəcəksiniz. Yəni bu hədisdə Allah Resulü sallallahu aleyhi ve sellem müsəlmanlara əmr edir ki, düzgün, doğru yolda geçsinlər, Kur'an'dan yapışsınlar və sünnəyə tabi olsunlar. Bununla yanaşı bildirir ki, insan yəni tam, kamil şəkildə hər bir şeyi dəqiqliyi ilə edə bilməyəcək. Çünki insandır, unudan vaxtı olur, xata edən vaxtı olur, səhvə yol verən vaxtı olur. Lakin bununla yanaşı insan çalışmalıdır ki, doğruya, düzgünə tuş geçsin. Və sonra buyurur ki, وَعَلَمُوا أَنَّ خَيْرَ أَعْمَالِكُمُ الصَّلَاةِ. Bilin ki, əməllərinizin ən xeyirlisi namazdır. وَلَنْ يُحَافِظَ عَلَى الْوُضُوءِ إِلَّا مُؤْمِنٌ. Və dəstəmazı da yalnız mümin hifz edər, mümin qoruyar. Yəni dəstəmazı doğru düzgün almaq, yəni şərtləri ilə Peyğəmbər sallallahu aleyhi ve sellemin aldığı kimi doğru, düzgün şəkildə yalnız iman əhli, mümin qoruyur. Və ikinci mənası da, yəni dəstəmazlı olmağa, daim dəstəmazlı olmağa çalışan ki, dəstəmaz pozuldu, yenidən dəstəmaz alır və bu cür dəstəmazlı halda yaşamağa çalışan, dəstəmazı qoruyan yalnız mümin, iman əhli olur. Başqa hədisdə Bilal radiyallahu anhudan Tariq Əbi Bilal'dan başqa yolundan, başqa rəvayətlə Sevban radiyallahu anhudan deyir ki, hansı ki bu hədisin əvvəlində Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, Səddidu və qaribu. Doğruya tuş gəlin və qaribu yaxın olun. Yəni insan həyatdayken Kur'an və sünnəyə tam şəkildə əməl etməyə çalışmalıdır və tam şəkildə %100 tam doğruya müvəffəq olmasa da yaxınlaşmalıdır. Və aləmu ənə xayrə əməlikumuz-salə. Və bilin ki, əməllərinizin ən xeyirlisi namazdır. Əbu Hurayra deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem elə buyurmuşdur. Ləulə ənə şuqqa alə ümməti ləəmərtuhum ində kulli salatin bivuduin. Əgər ümmətimə məşəqqətli, çətin olmasaydı, onlara hər bir namazda dəstəmaz almağı əmr edərdim. Yəni, hər namazdan əvvəl dəstəmaz almağı onlara əmr edərdim. Və mə'ə kulli vudu'in bisivakin. Və hər bir dəstəmazda da sivaklanmağı əmr edərdim. Yəni, Allah Resulü sallallahu aleyhi ve sellem necə ki, Allah da onu vəsf edir, bil-mümini raufur rahim. Möminlərə qarşı rəhimli, şəfqətlidir. Və buyurur ki, əgər məşəqqət, çətinlik olmasaydı, əmr edərdim. Yəni, əgər əmr olunsaydı ki, hər namazdan əvvəl mütləq dəstəmaz alınmalıdır və hər dəstəmaz alarkən də mütləq sivaklanmaq lazımdır, məşəqqət olar. Yəni, insan bu əmri yerinə yetirmədiyinə görə hər dəfə günah edərdi. Lakin Allah Resulü sallallahu aleyhi ve sellem məşəqqət istəmir və bununla yanaşı bu hədis bildirir ki, müstəhəbdir, daha yaxşıdır ki, insan
hər namazdan əvvəl dəstəmaz alsın və hər dəstəmazdan əvvəl də dəstəmaz alarkən dişlərini sivaklasın. Abdullah ibn Bureydə, o da atasından deyir ki, Əsbəhə Rasulullah sallallahu aleyhi ve selleme yevmən fəda'a Bilələn. Bir gün Allah elçisi sallallahu aleyhi ve sellem səhər sabahladı və Bilalı çağırdı və dedi ki, Ya Bilal, bimə səbəqtəni iləl cənnə. Ey Bilal, cənnətdə məndən öndə getməklə, yəni sən nə ilə, hansı əməllə cənnətdə mənim qabağımda, məndən qarşıda gedirdin. İnnəni dəxaltul bərihətə əl-cənnə. Həqiqətən mən dünən axşam cənnətə daxil oldum. Fəsəmi'tu xaşxaşətəkə əməmi. Və qarşımda sənin ayaq səslərini eşitdim. Yəni, hansı səbəblə sən məndən öndə cənnətdə gedirdin? Və Bilal radiyallahu anh dedi ki, ey Allahın elçisi, mə əzzəntu qattu illə salleytu rəkəteyn. Mən nə vaxt əzan verdimsə 2 rəkət namaz qıldım. Yəni, hər əzandan sonra əzan iqamə arası 2 rəkət qıldığını bildirir. Və sonra deyir ki, وَلَا أَصَابَنِي حَدَثٌ قَطُّ إِلَّا تَوَدَّأْتُ عِنْدَهُ. Və mən nə vaxt dəstəmazım pozuldusa əgər, dəstəmaz aldım, yəni o dəstəmaz pozuldusa əgər, hədəs baş verdisə, ardınca dəstəmaz aldım və Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, bihədə, yəni bununla, yəni sən bu səbəblə, etdiyin bu əməllə məndən qarşıda ayaq səslərini eşitdim. Və başqa rəvayətdə var ki, hansı ki Bilal radiyallahu anh deyir ki, illə təvadda'tu və salleytu rəkəteyn. Dəstəmaz aldım və 2 rəkət namaz qıldım. Yəni, hər dəstəmaz aldıqdan sonra 2 rəkət namaz qılması haqqında da rəvayət vardır. Və sonra müəllif növbəti fəsil açır və buyurur ki, Ət-tərhibu mən tərəkət təsmiyyətə aləl-vudu'i amidən. Qəsdən, bilərəkdən dəstəmaz alarkən Bismillah sözünü tərk eləməkdən çəkindirmək, qorxutmaq. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, La vudu'a limen lem yüsemmillâhe. Bismillah deməyənin dəstəmazı yoxdur. Əbu Hurayra deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. La salate limen la vudu'a lehu. Dəstəmazı olmayanın namazı yoxdur. Və la vudu'a limen lem yedkur isməllahi aleyhi. Və dəstəmaz alarkən Bismillah deməyənin dəstəmazı yoxdur. Və yenə Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, La vudu'a limen lem yezkur isməllahi aleyhi. Dəstəmaz alarkən Bismillah deməyənin dəstəmazı yoxdur. Və alimlər buyurur ki, yəni dəstəmaz alarkən Bismillah deməkdə alimlər arasında ixtilaf var. Bəziləri müstəhəb olduğunu deyir, bəzi alimlər isə vacib olduğunu bildirir. Lakin insan unutqanlığından tərk edərsə, unudaraq deməzsə, dəstəmazı səhihdir, dəstəmazı məqbuldur. Ət-tərğibu fis-sivaki və mə cəə fi fadlihi. Sivaka, yəni sivaklanmağa rəğbətləndirmək və sivak istifadə etməyin fəziləti haqqında nələr varid olmuşdur. Əbu Hurayra deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Ləulə ənə şuqqa alə ümməti ləəmərtuhum bis-sivaki mə'a kulli salatin. Əgər ümmətimə məşəqqətli, çətin olmasaydı, hər namazda sivaklanmağı onlara əmr edərdim. Yəni, Allah Resulü sallallahu aleyhi ve sellem ümmətin məşəqqətə düşməsini istəmir. Belə ki, əgər əmr olunsaydı, hər namazda mütləq idi ki, namazdan qabaq
sivak istifadə olunsun. Əgər istifadə olunmasa, onda insan günah qazanmış olardı. Və Allah Resulü sallallahu aleyhi ve sellem məşəqqət olmasını istəmədiyi üçün əmr eləmir. Lakin bu sivakın, namazdan qabaq sivaklanmağın fəzilətini bildirir. Başqa ləfsdə, başqa rəvayətdə isə ində kulli salatin, hər namaz vaxtı sivaklanmağı əmr edərdim. Və həmçin başqa rəvayətdə isə ma'al vudui ində kulli salatin, hər namazdan əvvəl dəstəmazla bərabər sivaka əmr edərdim. Və həmçin digər rəvayətdə isə ləəmərtuhum bis sivaki ma'a kulli vuduin, onlara hər bir dəstəmazda sivakı əmr edərdim. Əli ibn Əbi Talib deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Ləulə ən əşuqqa alə ümməti ləəmərtuhum bis sivaki ma'a kulli vuduin. Əgər ümmətimə məşəqqət, çətinlik olmasaydı, hər dəstəmazda onlara sivakı əmr edərdim. Zeynəb bint Cəhş radiyallahu anhə deyir ki, eşitdim, Allah elçisi sallallahu aleyhi ve sellem belə buyurur. لولا أن أشق على أمتي لأمرتهم بالسواك عند كل صلاة كما يتوضؤون. Əgər ümmətimə məşəqqətli, çətin olmasaydı, necə ki onlar dəstəmaz alırlar, hər namazda sivakı əmr edərdim. Necə ki hər bir namazda dəstəmazlı olmaq vacibdir və o cürdə sivakla, yəni sivaklanmağı əmr edərdim. Əgər məşəqqət, çətinlik olmasaydı. Abbas ibn Abdülmuttalib deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem buyurmuşdur. Ləulə ənə şuqqa alə ümməti ləfəradtu aleyhimus sivak ində kulli salatin. Əgər ümmətimin məşəqqətə düşməsi, çətinliyə düşməsi olmasaydı, ümmətimə məşəqqət olmasaydı, onlara hər namaz vaxtı sivakı fərz edərdim. Kəmə faradtu aleyhimul vudu. Necə ki onlara dəstəmazı fərz etdiyim kimi. Yəni hər namazda necə ki insan mütləq dəstəmazlı olmalıdır, dəstəmaz almalıdır. Və o cürdə sivakdan istifadə edərək namaza durması əmr olunardı, fərz olunardı, əgər məşəqqət olmasaydı. Ayşə radiyallahu anh deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Əs-sivaku matharatun lil-fəmi mardatun lil-rabbi. Sivak ağzı təmizləyicidir, ağzı təmizləyir və Allah Teala'nın razı qaldığı bir əməldir. Sivaklanmaqla Allah Teala müsəlmandan razı olur. Abdullah ibn Umar deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Aleykum bis sivak. Sivak istifadə edin. Və Allah Resulü sallallahu aleyhi ve sellem əmr edir. Və deyir ki, sivak istifadə edin. فَإِنَّهُ مَطْيَبَةٌ لِلْفَمِ. Həqiqətən o, ağzı paklaşdırır, təmizləyir. Mardatun lirrabbi təbarək və teala. Uca, əzəmətli Allahın razılığına aparır. İnsanın, yəni Allah Teala'nın insandan razı olmasına aparır sivak. Şurayh ibn Hani deyir ki, Qultu li Ayşətə radiyallahu anhə. Mən dedim Ayşə radiyallahu anhəyə, بأي شيء كان يبدأ النبي صلى الله عليه وسلم إذا دخل بيته. Allah elçisi sallallahu aleyhi ve sellem evine dahil oldukta neyle başlayardı? Yani eve dahil olanda birinci ne ederdi? Ve Ayşe radıyallahu anh dedi ki biz sivak, yani sivakla. Evine dahil olanda Allah Resulü sallallahu aleyhi ve sellem birinci elediği şey sivaklanmaydı. Abdullah ibn Abbas deyir ki Kâne Resulullah sallallahu aleyhi ve sellem yusalli bil leyli rak'ateyn. Allah elçisi sallallahu aleyhi ve sellem gece namaz kılardı 2 rekat 2 rekat. Thumme yansarifu feyestek. Sonra namazı bitirdikte sivaklanardı. Yine de Abdullah ibn Abbas deyir ki Allah Resulü
sallallahu aleyhi ve sellem böyle buyurmuştur. لَقَدْ اُمِرْتُ بِالسِّوَاكِ حَتَّى ظَنَنْتُ أَنَّهُ يَنْزِلُ عَلِيَّ فِيهِ قُرْآنٌ اَوْ وَحْيٌ. Mənə sivak əmr olundu. Sivaklanmaq mənə əmr olundu. Yəni Allah Resulü sallallahu aleyhi ve sellem deməsi ki, mənə əmr olundu. Yəni əmr edən Allah Teala'dır. Allah Teala Muhammed sallallahu aleyhi ve selleme sivakla sivaklanmağa emredir. Ve deyir ki sonra Allah Resulü sallallahu aleyhi ve sellem hətta elə zannettim ki bu barədə yəni sivaklanmaq haqqında Kur'an ayəsi və yaxud da vəhiy nazil olacaq. Yəni o dərəcədə təkidli və şiddətli halda sivaklanmaq əmr olunmuşdur. Başqa ləfzdə isə buyurur ki لَقَدْ أُمِرْتُ بِالسِّوَاكِ حَتَّى خَشِيتُ أَنْ يُوحَى إِلَيَّ فِيهِ شَيْءٌ. Mənə sivaklanmaq, yəni sivak əmr olundu. Hətta qorxdum ki, mənə bu barədə vəhiy, hər hansı bir şey vəhiy olunacaq. Yəni sivak haqqında vəhiy, Kur'an ayəsi əmr olunacaq. Başqa ləfzdə isə Allah Resulü sallallahu aleyhi ve sellem buyurur لَقَدْ أُمِرْتُ بِالسِّوَاكِ حَتَّى خَشِيتُ أَنْ أَدْرَدَ. Mənə sivak əmr olundu. Yəni sivakla sivaklanmaq əmr olundu. Hətta qorxdum ki dişlərim tökülər. Yəni sivaklanmaqdan dişlərim tökülər. Yəni sivak, misvakdan istifadə etmək sadəcə təmizlik yox, Allah Teala'nın əmridir və Allah elçisi sallallahu aleyhi ve sellemin də sünnəsidir. Ali ibn Abi Talib deyir ki, Ali ibn Abi Talib sivaklanmağa əmr edir. Özü, yəni sivakla istifadə etməyə əmr edir. Və deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. İnnel abde izə təsəvvəkə thummə qamə yusalli. Hər hansı bir qul sivaklanar və sonra namaza qalxarsa, qaməl mələku xalfəhu. Mələk onun arxasında durar. Fəyəstəmi'u li qiraətihi və onun qiraətini, Kur'an oxumağını dinləyər. Fəyədnu minhu və ona yaxınlaşır. Əv kələmətən nəhvəhə və yaxud da buna yaxın bir kəlmə dedi. Həttə yəda'a fəhu alə fihi. Hətta mələk ağzını, yəni namaz qılan o qiraət edənin ağzına yaxınlaşdırır. Fəmə yəxrucu min fihi şey'un minəl Qur'ani illə sara fi cəvfil mələk. Və o Kur'an oxuyan, namaz qılarkən Kur'an oxuyan insanın ağzından çıxan hər bir Kur'an, hər bir ayə mələyin boşluğuna gedər. Fətahhiru əfvahəkum lil Qur'an. Və sonra Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, Kur'an üçün ağızlarınızı təmizləyin. Yəni Kur'an oxumamışdan əvvəl və həmçinin namaza durmamışdan əvvəl ağzınızı təmizləyin, yəni sivakla ağzınızı təmizləyin. Və bu hədislər və buna oxşar başqa hədislər sivak istifadə etməyin nə qədər önəmli, mühüm və fəzilətli olduğunu bildirir. Və həmçinin unutmamalıyıq ki, bu yəni sivakdan istifadə etmək Allah və Rasulunun əmridir. Yəni müsəlmanlar belə şeylərə qarşı gərək laqeyd yanaşmasınlar. Ümumiyyətlə, Kur'an və sünnədə gələn hər bir əmir, rəğbətləndirmə və yaxud da hansı bir şeydən çəkindirmək, yəni heç kəs buna aşağı, yüngül baxmamalıdır. Bilməlidir ki, nə qədər bizim gözümüzdə yüngül görünsənsə də, Kur'an və hədislərdə gəlibsə, deməli, aləmlərin Rəbbi olan Allahın əmridir. Yəni, kimsə özündən, öz fikrindən ortaya qoyduğu bir şey deyildir. Və Allah Teala'dan istəyirəm ki, Allah Teala bizi eşidib yaxşısına tabi olan müvəffəq eləsin. Allah Teala bizə faydalı, mənfəətli elm versin. Allah Teala sizə də bərəkət versin. Subhanəkə Allahumma və bihamdik.